Anadan gəlmə qulağın olmaması səbəbilə 2 etaplı əməliyyatın, 2 mərhələ əməliyyatın 1-ci mərhələsini icra edəcəyik. Mən uzman doktor Taleh Qasımov, plastik rekonstruktiv və estetik cərrah. Hal-hazırda rekonstruksiya əməliyyatındayıq. Mikrotiya səbəbilə, yəni anadan gəlmə qulağın olmaması səbəbilə 2 etaplı əməliyyatın, 2 mərhələ əməliyyatın 1-ci mərhələsini icra edəcəyik. Qabırğadan qığırdaq götürməklə qulağın qəlbini hazırlayıb dəri altına yerləşdirəcəyik. İkinci etapda rekonstruksiyanı tamamlayacağıq.